Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət, iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə müştərək komissiyanın Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın və Azərbaycan Respublikası hökuməti və Montenegro hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib. Saat az məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən adı çəkilən komissiyaların Azərbaycan tərəfindən Sədri Maliyyə Naziri təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil olunub. Əlavə edək ki, Maliyyə Naziri Sahil Babayevdir. Sahil Babayev fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının Maliyyə Naziri təyin olunub.